Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bə'də həmmə bə'd. Davam edirik Muxtasar Siratur Rasul adlı Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 30-cu dərsdir. Keçən dəfə qalmışdıq Bədr hadisəsinin, yəni Bədr hadisəsi mövzusunda və davam edirik o yerindən. Və müşriklərlə müsəlmanların qarşı durması, yəni bir-birlərinə qarşı durma vaxtında deyir ki: "Və xaraca Utbə və Şeybə ibn Rabi'a və Valid ibn Utbə yatlubunal mübarizə." Və 3 nəfər çıxır müşriklərin içindən. Utbə, Şeybə, hər ikisi Rabi'a ibn Xələfin övladları, bir də Valid ibn Utbə, üçüncü. Və bunlar tələb etdilər ki, qarşı durmanı təkbətək yəni döyüşməyə əlbəttə çağırış etdilər. Fəxaraca ileyhi sələsə minəl ansar. Fəqalu əkifə kiram. Və onlara qarşı ənsarlardan 3 nəfər çıxdı. Yəni bu 3 nəfərə qarşı 3 nəfər ənsarlardan çıxdı ki, yəni biz döyüşəcəyik. Dedilər ki, yox. Siz hörmətlisiniz, yəni siz layiqlisiniz, amma ki sizinlə işimiz yoxdur. Bizə lazımdır əmi uşaqları. Yəni öz miskilər, əmi uşaqları, yəni Qureyşilər. O zaman kim çıxır? Həmzə çıxdı. Ubeydullah ibn el-Haris çıxdı. İbn Abdülmuttalib, yəni Abdülmuttalibin nəvəsi də Ubeydullah, Ubeydə ibn el-Haris. Bir də Əli ibn Əbi Talib çıxdı, 3 nəfər çıxdılar. Bunlara qarşı. Fəqatəl Ali qarnahul Valid. Və demək, yəni Əli radiyallahu anhu Valid ibn Utbə ilə döyüşürdü. Həmzə Şeybə ibn Rabiyə ilə, Ubeydə isə Utbə ibn Rabiyə ilə döyüşürdü. Və deyir, Əli birinci qutardı öz döyüşünü, utdu, yəni öldürdü Əl-Valid ibn Rabiyəni, Əl-Valid ibn Utbəni. Sonra Həmzə deyir, Şeybəni öldürdü. Sonra Ubeydə Utbə ilə bir-birləri ilə hələ bir ki qarşılıqlı vuruşlar etdilər, bir-birlərini yaraladılar. O zaman Həmzə ilə Əli hər ikisi cumdular Ubeydanın hələ bir ki oponentinin üzərinə, öldürdülər onu. O bunu da daşıdılar Ubeydəni. Yəni ayağı qırılmışdı da, kəsilmişdi. Deyir ki: "Fəqalə ləv kana Əbu Talib hayyan la alima anna awla minhu bi qawlihi və nusallimu hatta nasra hawlahu və nazhala an abnaina wal halail." Deyir ki, əgər Əbu Talib sağ olsaydı, bilərdi ki, onun bu sözlərinə biz daha layiqik. O şeirdə söz deyir ki, biz deyir Muhammədi yalnız deyir o halda deyir verəcəyik ki, onun ətrafında qırılacağıq və öz deyir övladlarımızı, uşaqlarımızı da unudaraq. Yəni biz ondan daha layiqik bu sözə. Deyir və gedir çıxır yəni aparırlar daha doğrusu Safra adlı yerə, orada dünyasını dəyişir. O haqda, yəni bu ayə nazil olur, Həcc surəsi 19-cu ayə. Həzəni xasmən ixtasamu fi rabbihim. Yəni bu iki tayfa Rəbbi barəsində yəni ixtilafdadır. Yəni düşmən tayfa və müsəlmanlardan olanda, yəni. Və Əli radiyallahu anh deyir orada ki, qiyamət günü deyir, mən deyir, Rəhmənin qarşısında ilk, yəni dizin çökənlərdən olacağım, yəni bu şeydə. Yəni ilk öldürən o olub ona görə. Yəni əvvəli mən yəcüssü li xusuməti beynə yediylə. Yəni xusumə, yəni həmin o həzəni, xasməni, bu iki ayənin mənası, bu ayənin mənası nədir? Bu iki bir-birindən dartışan qrupdur. Müsəlmanlar və kafirlər. İxtasamu fi rabbihim. Öz Rəbləri Allah barəsində münaqişədədirlər.
kim doğrudur, kim haqlıdır, kim batildir. Və Əli radiyallahu anhu deyir ki, ilk qiyamət günü bu çəkişənlərdən biri mən olacam. Yəni kimi ki öldürməyib, ilk öldürən o olub da. Rəbbinin qarşısında qiyamət günü ki, kim haqlıdır, kim batildir, yəni biz ikimiz olacağıq. O mənada. وَلَمَّا عَزَمَتْ قُرَيْشْ عَلَى الْخُرُوجِ وَذَكَرُوا مَا بَيْنَهُمْ وَبَيْنَ بَنِي كِنَانَةَ مِنَ الْحَرْبِ فَتَبْدَى لَهُمْ إِبْلِيسُ فِي سُورَةِ سُرَاقَ بْنِ مَالِكٍ. Deyir ki, Qureyşlər artıq yəni döyüşə çıxanda, yəni bu üç nəfər bir-birləri ilə məsələləri həll eləyəndən sonra, yəni hamısı çıxdılar müharibəyə. Bənu Kinana ilə. Həmin moment İblis nə edir? İblis Suraq ibn Məlik surətini alır, yəni onlardan birinin surətini alır. Deyir ki, başlayır bunlara tirkə verməyə. Necə ki, Ənfəl surəsi 48-ci ayədə keçir. Allah Taala buyurur o haqda. La qalibə ləkumul yevmə minən-nəs və inni cərun ləkum. Bugün sizə deyir, insanlardan heç kəs qalib gələ bilməz. Yəni tirkə verir İblis. Deyir, bugün sizə heç kəs insanlardan qalib gələ bilməz. Mən isə sizin, yəni köməkçinizəm. Yanınızdayam yəni. Onlar səhvə düzüləndə İblis mələkləri görür. Üzünü çevirir, qaçır. Deyirlər ki, Suraqa, hara qaçırsan? Deyir ki, ayə nazil olur da, həmin o barədə ayə var. Deyir ki, Allah Taala buyurur onun barəsində: "İnni ara ma la tarawun, inni axafullaha vallahu şədidul iqab." Ənfəl surəsi 48-ci eyni ayədir. Deyir, "İnni ara ma la tarawun." Mən deyir, siz görmədiyinizi görürəm. Yəni mələkləri görür. "İnni axafullaha." Mən Allahdan qorxuram. "Vallahu şədidul iqab." Çünki Allah deyir, cəza verməkdədir, şiddətlidir. Sonra deyir ki, وَظَنَّ الْمُنَافِقُونَ وَمَنْ قَلْبُهُ مَرَضٌ وَمَنْ فِي قَلْبِهِ مَرَضٌ أَنَّ الْغَلَبَةَ بِالْكَسْرَةِ. Münafiqlər isə və qəlbində xəstəlik olanlar isə elə zənn etdilər ki, qalib gələcək kim ki daha çoxdur. Yəni Qureyşlər 10 dəfə çox idilər. Və dedilər ki, غَرَّ هَوْلَا دِينُهُمْ. Bunları deyir, öz dinləridir aldadıb. Yəni azlıqla çıxıblar böyük bir dəstənin üzərinə. Fəxbərallahu subhanahu ennən-nasra innəmə huwa bit-təvəkkül aləllahi vahdahu. Və Allah Taala xəbər verib ki, bu ayələrdə ki, qələbə, Allahdan yardım yalnızdır Allaha təvəkküllə baş tutur. Və ləmmə dənəl aduf qam Rasulullah sallallahu alayhi və səlləm fəva'azən-nas və zəkkərəhum bimə ləhum fi's-sabr və-səbat. Və düşməndir yaxınlaşdıqda Allah Resulü sallallahu aleyhi ve sellem başlayır insanlara moizə etməyə, onlara xatırlatma etməyə ki, səbirdir, sabitlikdir. Yəni bu kimi şeylərlə Allahın, yəni nasrı gəlir, yardımı gəlir. "Vannallaha qad awjabal cennete limen yestashhidu fi sabilihi." Və Allah Taala deyir, öz yolunda deyir, şəhid olanlara cənnətidir vacib edib. Yəni bu cürlə həvəsləndirir öz ordusunu Allah Resulü sallallahu aleyhi ve sellem. Deyir ki, "Fəxaraca Ömer ibn el-Həmmam ibn el-Cəmuh əxrəcə." Deyir, təmərat min qarnihi, yəkuluhunna. Deyir, Ömer ibn Həmmam ibn Cəmuh cibindən çıxardır xurmaları, başlayır yeməyə. Sonra deyir, "Len hiyitu hatta akula təmərati hazihi innəhə lə həyatun tavilə." Əgər deyir, məndir bu xurmaları yeyib qutarmamış, yeyib qutarana qədər sağ qalsam, bu necə də uzundur həyatdır mənim üçün. Atır xurmaları yerə, girişir döyüşə və deyir, orada da öldürülür. Döyüşür və öldürülür. Yəni, o cürlə şücaətdə olurlar, yəni. Və axaza Rasulullah sallallahu aleyhi ve sellem millə kəfhi turabən fərama bihi fi vucuhil qovm. Və Allah Resulü sallallahu aleyhi ve sellem yerdən bir ovuc torpaq götürür, atır, yəni onların, müşriklərin üzünə. Fələm tətruk racülən minhum illə mələt əyney. Və elə bir kəs olmadı ki, o torpaq onun gözünü doldurmasın. Yəni hamıya, yəni o torpaq gedir gözünü doldurur. Və bu barədə Allah Taala bu ayəni nazil etmişdi. Və mə rameytə iz rameytə və ləkinnəllahi ramə. Yəni atanda sən atmamışdın, lakin Allah Taala idi atan. Yəni o torpağı Allah Taala atıb gedib çatdırıb da, yəni onların gözlərinə. Sonra deyir ki,
Abu Cəhl başlayır dua etməyə Allaha. Yəni qələbə çalsın deyə. Deyərək ki, ey Allahım, yəni bugünkü gündə deyir, kimdir daha çox qohumluq əlaqələrini pozursa, onu məhv elə. Yəni qəsd edir Allah Rəsulunu və onun ətrafında olan mühacirləri. Və bizə yəni bilmədiyimiz bir şeyi yəni gətirən bir kəsidir, yəni məğlub et. Belə bu cürlə dua edir. Və ləmmə vada'l muslimun eydihim aləl adov yaqtuluna və yəsruna və Sa'd ibn Muaz vaqifun ində Rasulullah sallallahu aleyhi ve sellem fi rical minəl ansar fil arish. Və nə vaxt ki müsəlmanlar başlayırlar düşmənləri qırmağa, əsir götürməyə, Sa'd ibn Muaz, yəni ansarların başçılarından biridir də, yəni bayraqdarlarındandır həmçinin. Vaqifə ində Rasulullah sallallahu aleyhi ve sellem, yəni Allah Resulü sallallahu aleyhi ve sellem yanında, çadırın yanında durur da, elə ki, bir neçə ənsarlarla çadırın yanında durur, Peyğəmbər sallallahu aleyhi ve sellem yanında. Və Allah Resulü sallallahu aleyhi ve sellem onun üzündə yəni narazılıq görür, deyir ki, sanki deyir, yəni gördüyün şeydən deyir, insanlar etdiyi şeydən deyir, narazılığın var. Deyir ki, bəli, ey Allahın elçisi, əcəl, vallahi, and olsun, deyir Allaha, ey Allahın elçisi, kənət əvvəl vəqətin əvqəhəllahu fil müşrikin. Bu deyir, yəni müşriklərlə qarşı durması, ilk qarşı durmamızdır. Və kəənnəl ixsənə fil qatli əhəbbu iləyyə min istibqair rical. Və ona görə də deyir, yəni mənim üçün deyir, bu qövmün deyir, hamısını həlak etməkdir, onların deyir, bəzilərini deyir, saxlamaqdan daha sevimlidir. Yəni bəzilərini əsir götürməkdən. Elə ki, birinci müharibəmizdir bunlarla. İstəyərdim ki, bunların hamısını qıraq. وَلَمَّ بَرَدَتِ الْحَرْبِ وَنْحَزَمَ الْعَدُوِ قَالَ Rasulullah sallallahu aleyhi ve sellem. Və döyüş səngiyəndən sonra, düşmən artıq paramparça olunandan sonra, yəni məğlub olunandan sonra Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, mən yanzur lənə mən məsana Abu Cəhl. Kim bizə bildirər, Abu Cəhl neydir? Yəni hardadır, nə işlə məşğuldur? Yəni hardadır? فانطلق ابن مسعود فوجده قد ضربه Muavviz və Avf ibn Afra. Və deyir, İbn Məsud gedir, görür ki, onu deyir, Muavviz və Avf Əfra övladları, Muavviz bir də Avf. Bu ikisi vurublar artıq. Qalıb, yəni ölümcül vəziyyətdə. Yəni Muavvizlə Avf əslində, yəni onlar həmin bu Bədirdə dünyasını dəyişirlər də, ölürlər. Yəni rəvayətlərdə keçir, orada yəni Muaz ibn Amr da olur. Yəni Muaz ibn Amr. Muaz ibn Amr elə bil ki, necə ki Zəhəbi gətirir Siyar Ələm Nübələ kitabında, yəni onun elə bil ki onlarla döyüşməsi nədir onun adı? Abu Cəhli yəni öldürməsi səhih hədislərdə keçir. Yəni hədisdə keçir ki, Abdurrahman ibn Avf oturur, yəni iki cavanın arasında, onlar da başlayırlar şey eləməyə. Elə ki, öyünməyə də belə bir şey kimi. O deyir ki, kaş ki, yəni iki güclünün arasında oturardım, bu cavanlardır da, deyir. Biri onu vurur dirsəyi ilə, deyir ki, ey əmi, sən deyir, Abu Cəhl tanıyırsan, deyir ki, bəli, nə işin var ki, sən oynan, deyir ki, bəs şeydir, eşitmişəm Allah Rəsulunu təhqir edir də, söyür. Deyir, Allah and olsun ki, yəni nəfsim əlində olana and olsun ki, onu görsəm, deyir, ondan deyir, ayrılmayacam, ta ki onu məhv eləməyincə, sonra o birisi də dirsəyinə vurur, o da həmin şey deyir. Yəni, Abdurrahman Avf deyir. Sonra görürlər ki, Abdurrahman ibn Avf görür ki, deyir, sizin dostunuz gəlir, yəni Abu Cəhl gəlir, gedin, indi eləyin. Yəni, kimin barəsində soruşmurdunuz, orada da deyir. Onlar düşürlər, yəni onun dalınca, düşürlər, yəni başlayırlar vurmağa. Vururlar, öldürürlər, sonra gəlirlər Peyğəmbər s.ə.və deyirlər ki, öldürdük onu. Peyğəmbər s.ə.və deyir ki, bəs hansınız öldürmüşsünüz? Biri deyir, mən öldürdüm, o birisi də deyir, mən öldürdüm. Deyir ki, bəs qılıncınızı silmişsiniz, yoxsa yox, yəni qan üstündə yoxsa yox. Deyir ki, yox. Baxır,
Gör hər ikisinin qanına baxır, deyir ki, yəni hər ikiniz öldürmüsünüz. Sonra onun feyni, hələ ki sələbini, yəni orada döyüşdə öldürüləndə hələ ki qənimət payı düşürdü də. Yəni kimi ki öldürmüsən, ona deyilirdi sələb. Onun qənimətini öldürən adam götürürdü. Həmin o qəniməti verir Muaz ibn Amra. Obrusinin isə adı həmin bu Muaviz ibn Afradır. Hansı ki o da döyüşdə ölür. Və deyir Muaz ibn Amr özü danışır şeydə. Yəni bu özü ondan sonra yaşayır. Amma o iki qardaş ölürlər həmin döyüşdə. Deyir ki, Bədir günü deyir, məqsədim deyir Abu Cəhl idi, onu tutmaq idi. Yəni imkan düşən kimi düşdüm onu, vurdum, yəni ayağını kəsdim yarısından. Ayağını kəsdim, arxadan İkrimə, oğlu gəldi. O da vurdu, mənim qolumu kəsdi. Yəni qolu sallana-sallana, təsəvvür gətir, qolu sallana-sallana döyüşün axırına kimi belə döyüşüb. Yəni bu öldürməyib. Amma ki, öldürən o ikisi də, iki qardaş olub. Amma birinci yaralayan bu olur, ayağını kəsən. Təsəvvür gətir, yəni qol sallana-sallana gördüm ki, artıq deyir, bu ilə bacarmıram, qol sallanır, mane olur. Ayağımla deyir, sıxdım, qolumu qopartdım deyir. Yəni qolumu qopartdım deyir, o cürünə deyir, davam etdim ki, mane olmasın. Yəni təsəvvür gətir, ona görə Zəhəbi deyir ki, Allah and olsun ki, deyir, bu əsildir, şücaətdir budur. Yoxsa ki, birini deyir, oxla vurursan, deyir, cızığı qalır, ürəyə gedir, deyir, ya da ki, gücü düşür, gücdən düşür, deyir. Əsildir, şücaətdir, onlarda olur, deyir. Yəni, xulasa odur ki, yəni deyir ki, bu iki qardaş vurur birinci, sonra İbn Məsudu göndərir və əhəzə bilihiyyəti İbn Məsud deyir, saqqalından tutur, yəni ölümcül ayağında. Deyir ki, əntə Əbu Cəhil. Deyir ki, ey Əbu Cəhil, sənsən də, yəni bu. Fəqal limən dəirətul yom. Əbu Cəhil də qayıdır ölüm ayağında, deyir ki, biz bugünkü gündə deyir, yəni kim qalib gəldi? Soruşur da elə bir ki, maraqlıdır ki, kim qalib gəlib? Deyir ki, bir dəqiqə. Deyir ki, yəni İbn Məsud soruşur ki, bəs kim qalib? Kim qalib gəlib? Deyir ki, qalə lillahi və deyir ki, liməni dairatul yom, yəni qalibiyyət kimindir bugünkü gündə? Deyir ki, lillahi və rasulihi. Allahın və Rəsulunundur, deyir. Sonra qalə ləhu həl əxzəkallahu ya aduvallah. Ey Allahın düşməni. Gördünmü Allah səni necə şeylədi, alçaltdı da, yəni o mənada. Yəni gördünmü Allah səni necə alçaltdı? O da qayıtdı, dedi ki, yəni o kəsdən yüksək kimi ola bilər ki, kimi ki öz xalqıdır, öz əli ilə öldürdü. Yəni dilini saxlamırdı öləndə də. Onda Abdullah ibn Məsud onun başını kəsir, aparır Peyğəmbər sallallahu əleyhi və səlləm yanına, ölüsünü gətirir. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ona 3 dəfə and içdirir. Əlləzi la ilahə illə huva. Yəni Allaha and iç hansından ki başqa haqq məbud yoxdur. 3 dəfə and içdirir ona, deyir ki, mən öldürmüşəm. Yəni sonucda yəni başını o kəsir də, yəni o öldürür. Sonra deyir ki, elhamdülillahillazi sadaqa va'dahu və nasra abdahu və hazamel ahsabe vahdahu. Deyir, həmd olsun Allaha ki, deyir, öz vədinə deyir, sadiq oldu və düşmənə qarşı deyir, yardım verdi və deyir, o deyir, əhzabı, yəni o qruplaşmaları deyir, təkcə deyir, darmadağın etdi. Sonra deyir ki, gedək məni göstər onu yerindən, başını kəsib, gətirib, bədənini göstər. Deyir ki, getdik biz, göstərdik deyir Peyğəmbər sallallahu əleyhi və səlləm onu. Və deyir, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm durdu başının üstə, dedi ki, bu deyir, bu ümmətin deyir Fironudur deyir. Bu ümmətin Fironu deyir, yəni Əbu Cəhildir. Sonra deyir ki, və əsra Abdurrahman ibn Avf, Umeyyə ibn Xələf və ibnəhu Aliyyən.
Və Abdurrahman ibn Avf Umeyyə ibn Xələfi əsir götürür və oğlu Əlini. Və uzaqdan onu deyir Bilal görür və bundan qabaq yəni həmin Umeyyə ibn Xələf ona əzab verirdi də, Bilala əzab verirdi Məkkədə olanda. Deyir ki, yəni küfrün başı deyir budur deyir, Umeyyədir deyir. Deyir, yəni bu xilas olsa deyir mən xilas olmuş sayılmaram deyir. Thumma istahhamma al-jama' min al-ansar və ishtadda Abdurrahman bihima yechhazuhuma. Sonra bir neçə ənsarlı çağırır köməkçi kimi öz yanına və Abdurrahman ibn Avf da ki başlayır qorumağa öz əsirini. Yəni özü ilə də özü əli sıxır ki, vura bilməsinlər. Birinci Əlini öldürürlər oğlunu, sonra yəni Umeyyənin özünü də öldürürlər ondan sonra. Yəni ki, orada danışır ki, Abdurrahman deyir ki, əyil Umeyyəyə. O əyilir, bu da örtür onu sinəsi ilə. Ansarlar da düşürlər, altından qılıncla zadla vururlar, hətta bunun ayağını da yaralayırlar. Yəni Abdurrahmanın özünü də ayağından yaralayırlar. Sonra ölüm ayağında o da deyir ki, bəs o deyir dəvə quşu tükü ilə deyir sinəsində iz qoyan kimdir deyir. Yəni Həmzə deyir ki, Həmzə ibn Abdülmuttalibdir deyir. Umeyyə deyir öləndə deyir ki, bundan deyir nələr çəkdik biz. Yəni o şücaətindən danışır da, yəni onun həmin döyüşdə nələr edib. Sonra deyir ki, وَاَنْقَتَى يَوْمَ اِذٍ سَيْفْ اُقَّاش ibn Mihsan. Həmin gündə Uqqaş ibn Mihsan, yəni məşhur sahabe tanıyırsınızsa yəqin, hə? Yəni müjdələnən də cənnətlə hədislərdə keçirir Uqqaşı. Onun deyir qılıncı qırılır. Gəlir Allah Rəsulü sallallahu əleyhi və səlləm yanına, o da ona taxta verir, taxta çubuq verir və taxtanı deyir qaldırıb, yəni eləyəndə taxta deyir uzun bir qılınca çevrilir. Yəni Peyğəmbər sallallahu verdiyi taxta uzun bir qılınca çevrilir. Fələm yəzəl yuqatilu bihi hətta qutilə yevmə riddə. Və o qılıncla daimə deyir döyüşüb, yəni bütün döyüşlərdə iştirak edib və ölüb həmin qılıncla axıra kimi döyüşüb, riddə günlərindədir ölüb. Yəni riddə vaxtları haçan idi Əbubəkr radiyallahu anh dövründə. وَلَمَّنْ قَدَتِ الْحَرْبِ أَقْبَلَ النَّبِي sallallahu aleyhi və səlləm hətta vaqafa aləl-qatlə. Və deyir, döyüş səngiyəndən, qutarandan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm gəlir, deyir, durur ölülərin üzərində, yəni Qureyş ölülərinin üzərində, müşriklərin. Deyir ki, bi'sə əşirətun nəbi kuntum kəzzəbtumuni. Necə də pis deyir, Peyğəmbərin deyir, qohumlarıydınız. Siz məni yalanladınız, başqaları isə deyir, təsdiqlədi. Xəzəltumuni və nasaranin nəs. Siz məni deyir, tərk etdiniz, sıxışdırdınız, başqaları mənə yardım etdi. Axraçtumuni və əvənin nəs. Deyir, məni çıxartdınız diyarımdan, başqaları mənə sığınacaq verdi. Thumma əmrə bihim fəsəhibu həttə əlqov fil qalib-bədr. Sonra əmr edir, onların hamısını sürdüb yığırlar yəni Bədirdəki boş quyunun içinə. Thumma vaqafa aleyhim fəqal. Sonra dayanır başlarının üzərində deyir ki, ya Utbə ibn Rabiyyə, ya Şeybə ibn Rabiyyə, ya fulən, ya fulən. Bir başlayır adlarını çəkməyə, Utbə ibn Rabiyyə, Şeybə ibn Rabiyyə, ey filan kəs, ey filan kəs. Həl vəcəttum mə va'adakum rabbukum haqqa. Tapdınızmı sizə Rəbbiniz vəd etdiyini haqq olaraq? Fe inni qad vəcəttu mə va'adani rabbi haqqa. Mən isə deyir, and olsun ki, Rəbbim mənə vəd etdiyini haqq olaraq tapdım. Fəqalə Ömər ya Rasulallah, o zaman Ömər deyir ki, radiyallahu anh, ey Allahın elçisi, mə tuxatibu min əqvam qad cifu, sən deyir, yəni ölmüş, meyit olandır, qövmə xitab mı edirsən, yəni onlarla mı danışırsan? Deyir ki, fəqalə mə əntə bi əsməli mə əqulu minhum. Yəni, sən deyir, onlardan deyir, daha yaxşı eşitmirsən mən dediyimi. Sonra deyir ki, sonra qayıdır geriyə, Mədinə tərəfə, Allah tərəfindən qələbə çalaraq, yəni qəlbində sevinc olaraq, öz yəni
qənimətlərini daşıyaraq, öz əsirlərini daşıyaraq. Sonra çatırlar Safra adlı yerə, orada başlayırlar qəniməti bölməyə və Ən-Nadr ibn el-Hərisi orada yəni qətlə yetirirlər, öldürürlər, edam edirlər də yəni. Sonra gedirlər İrq əz-Zəbiyyə adlı yerə, orada da Uqbə ibn Əbu Muayiti öldürürlər, yəni edam edirlər. Sonra Mədinəyə girir, Peyğəmbər s.ə.v qalib olaraq girir. Və şəhərdə hər bir onun düşməni artıq qəlbində ona qarşı qorxu yaranır. Yəni Bədirdən sonra Mədinə əhlinin çoxsu İslamı qəbul edir. Hətta yəni üzdə olan münafiqlər də yalandan da olsa İslama girirlər. Və Bədirdə iştirak edənlərin sayı təxmini 313 nəfər olur. Onlardan şəhid olaraq 14 olur. 14 nəfər şəhid olur. Necə İbn İshaq rahimehullah deyir öz kitabında, yəni elə insanlar var idi ki, artıq İslamı qəbul etmişdilər. Yəni hicrətdən amma hicrət etməmişdilər. Yəni onların ailələri, Qureyşlər, müşriklər, onları Məkkədə saxlamışdı. Yəni təzyiq altında saxlamışdılar, çıxa bilməmişdilər. Həmin bu Bədirdə müşriklər onları özləri ilə gətirmişdi. Yəni hələ bir təslim olmuşdular bunlara. Orada İslamı qəbul etmişlər, lakin acizlik göstəriblər. Bunlara təslim olublar, hələ iştirak da ediblər bunların tərəfində döyüşdə. Ona görə Allah Taala onlar barəsində bu ayəni nazil etdi. İnnellezine tevaffahumul melaike zalimi enfusihim. O kəsləri ki, mələklərdir, öldürürlər nəfslərini zülm edərək də, yəni onları vururlar, mələklər ki, Allahın yeryüzü geniş deyilmi, geniş deyildimi, niyə hicrət etmirdiniz? Yəni o cəzasını çəkirlər də, əlbəttə ki, onlar. Və bununla yəni Bədir hadisəsi yəni bitir. Bundan sonra gəlir, yəni digər hadisələr. İnşallah gələn dəfə bunları davam edərik. Subhanallah, həmdükə şədan lə ilə əntə əstəğfiruka və etûbü ilayk.